Goranboy rayonunda yerləşən Ulu Öndər Heydər Əliyev adına müzeyin uzun müddətdir qəzalı vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Əldə etdiyimiz məlumata görə, muzey binasının dayaq sütunlarının altındakı beton qatı tamamilə dağılıb və nəticədə sütunlardan biri havada qalıb. Bu isə təhlükə riskini daha da artırır. Rayon sakinləri bildirirlər ki, uşaqlarına ölkənin tarixi şəxsiyyətlərini tanıtmaq üçün müzeyi ziyarət etmək istəyirlər. Lakin obyektin hazırki vəziyyəti buna imkan vermir. Qəzalı halda olduğu üçün müzeyin içərisinə giriş-çıxışa icazə verilmir. Sakinlər sual edir: Ulu Öndər Heydər Əliyevin adını daşıyan muzey niyə bu qədər baxımsız vəziyyətdədir? Nə üçün uzun müddətdir bərpa işləri aparılmır? Bölgə TV olaraq məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti və muzey ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Dilbər Vüqar qızı, Bölgə TV. Bakın, görün bunlar ne kadar kuduruftu mu, nedir mi? Basıp yiyevler. Binanın sütunudur. Esas sütunu bak göydədir. Altında işini yoktu. Baba, Ulu Önder'in adına olan park muzeydi. Gördüm ki bu muzeye insanlar akın ediyor. Dikkatimi çekti. Ben de istedim girem. Dedi neye girsen orada, girersen orada bina amanatdır, uçur. Bu getdi məni buraları göstərdi. Dedim ben canlı çək.